2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin təxminən 40% və yaxud 15,3 milyard manatı sosial yönümlü olub. Bu xərclər 2024-cü illə müqayisədə 602 milyon manat artıb. Dəqiq ekspert reporta istinadən xəbər verir ki, bunu Maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bugün keçirilən iclasında 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Dövlət başçısının az təminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb. İslahat zərfi çərçivəsində minimum əmək haqqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib, deyə Sahil Babayev qeyd edib. Nazir ümumilikdə son 5 ildə sosial yönlü xərclərin 3,9 milyard manat artdığını vurğulayıb.